Dünyada çox az şəhər Delhinin 1739-cu il gecəsini unutmuşdur. O gecə şəhər yandı, lakin onu yandıran adam bir çobanın oğlu idi. Bu, Nadir Şah Əfşarın hekayəsidir. Tarixin ən inanılmaz yüksəlişlərindən birinin qəhrəmanı. Bu səyahətdə xüsusi bir şey edəcəyik. Qabaqcıl süni intellekt texnikalarından istifadə edərək qədim tarixi oymaları və rəsmləri canlı səhnələrə çevirdik. Beləliklə, siz yalnız tarixi dinləməyəcəksiniz, həm də ona ən yaxın şəkildə şahid olacaqsınız. 1688-ci ildə Xorasanın yoxsul bir kəndində dünyaya gələn Nadir kiçik yaşlarından acını tanıdı. Atası öldü, o isə uşaq ikən köləliyə satıldı. Lakin bu uşağın içindəki od heç vaxt sönmədi. Əfşar tayfasına qayıdan Nadir öz qılıncı ilə azadlığını qazandı. Güc, iradə və hərbi dahi. Bunlar onun silahları idi. 1729-cu ildə Səfəvi imperiyası çökməyin astanasında idi. Əfqan istilaçılar İranın ürəyini sıxışdırırdı. Nadir qalxdı. O, Əfqan qüvvələrini məhv etdi, Səfəviləri taxta saxladı, lakin əsl güc artıq onun əlində idi. 1736-cı ildə Nadir Səfəvi xanədanını bir kənara qoydu və özünü İranın şahı elan etdi. Əfşar sülaləsi doğuldu. Çobanın oğlu taxt-tacın sahibi oldu. Lakin onun üçün İran kifayət değildi. 1739-cu ildə Nadir Şah 150 minlik ordusu ilə Hindistana yürüş etdi. Böyük Moğol imperiyası, o zamanın ən varlı dövlətlərindən biri onun qarşısında diz çöktü. Delhi döyüşü yalnız bir neçə saat sürdü. Moğol ordusu dağıldı. Nadir Delhiyə girdi, lakin şəhərdə ona qarşı üsyan başladı. O gecə Nadir əmr verdi və Delhi qana boyandı. Onlarla 1000 insan həlak oldu. Nadir isə Moğol xəzinəsini, Tavus taxtını, Koh-i-Nur almazını, yüzlərlə ton qızıl və daşqaşı İrana apardı. Tarix bu talanı heç vaxt unutmadı. Onun fəthləri burada dayanmadı. Osmanlı imperiyasına, Orta Asiyaya, Qafqaza qədər uzandı. Lakin böyüklük öz ağırlığını gətirir. Nadir Şahın son illərindəki amansızlığı hər kəsi dəhşətə saldı. Hətta öz oğlunu da kor etdirdi. 1747-ci ildə öz zabitləri tərəfindən qətlə yetirildi. Çobanın oğlundan imperatorluğa gedən yol 59 il sürdü. Arxasında böyük bir imperiya, böyük bir qan, böyük bir yaddaş qaldı. Nadir Şah yalnız bir sərkərdə deyildi. O, tarixin ən qısa zaman ərzində ən uzağa gedən insanlardan biri idi. Keçmişdə görüşənədək.